konfransımızda müxtəlif ölkələrdən, 20-dən artıq ölkədən 200-ə yaxın professor, tədqiqatçılar yığılmışdır, yəni konferansda iştirak edirlər. Onların arasında çox tanınmış insanlar var. Hal-hazırda konferansda 2 Nobel mükafatı almış alim iştirak etməkdədir. Onların da bu risklərin idarə olunması sahəsində çox geniş təcrübələri var. Bu konferansın Azərbaycan Dövlət Neft Sənaye Universitetində keçirilməsi düşünürəm ki, çox böyük bir hadisədir. Çünki Azərbaycan Dövlət Neft Sənaye Universiteti ölkəmizin aparıcı universiteti olaraq dünyada baş verən müxtəlif belə deyək, problemlərlə bağlı, qlobal problemlərlə bağlı həmişə əsas müzakirə mərkəzlərindən birinə çevrilmişdir. Biz Avrasiya platforması yaratmışıq. Ancaq konferansa hətta Afrikadan, Avstraliyadan məruzələr verilibdir. Və mənə belə gəlir ki, bu böyük bir uğurudur bizim işimizin. Bu işi biz bundan sonra da davam etdirəcəyik. Və biz bu il o platformanın əsasında beynəlxalq jurnal təsis elədik. Risk jurnalı və mənə belə gəlir ki, bu jurnal yaxın bir il ərzində dünyada aparıcı jurnallardan biri olacaqdır.